Sən get güclü oynanlarla oynayın. Mənim üstümə sənə xal atmayacaqlar. Azər Zahidi uduruq. Nə bilim, Tərlan var ya, Talış. Çox vaxt düz o mən odur, amma arada da məndə də olur, nəsə. Hə, yox, mən oyuncu deyiləm. Mən elə belə asıram mən. Mən burada ara sıra kimsə görür, deyir, abi, sənətkar quduz basın, belə, yoxsa burada elə bir dəstəkçi yoxdur məndə. Görsən də Azər Zahidlə, mən dedim ki, gəl mahnı oxumaqdan oynayım. Mən bilirəm ki, onsuz da mən dostlar udduracaq da. Bu dedi ki, hə, yaxşı. İndi oynayırıq, canlı yayımda kaydı da var. Götür qarşı öz izləyicilərinə deyir ki, ona baxın, səsi yoxdur deyə izləyicilər də qoymur oxusun. Yəni, bu nə deməkdir? Biz cəza növü olaraq seçmişik, bilib çıxmasın. Qızışdırır da, özü sən qızışdırır ki, canlı qalsın, yəqin. Burada oyunu hamıya maraqlıdır ki, görək dəniz adacaq, məsələn, Namiq udacaq, düzdür. Kim kimə dəstəkçisi öz izləyiciyə də müğənnisi maraqlıdır da. Səsi var, yoxdur ki, bilib çıxmasın. Mən canlı yayılması bu qədər karaokedə 4-5 saat bunlar üçün canlı oxuyuram ki. Görmürlər, dənizin səsi var və ya yoxdur. Yox, o elə eləyir ki, sən də nəsə bir söz deyərsən, yəqin deyir canlı qalsın da, qızışdırır. Elim görməzsizliyi sevmirəm də. İndi hamımız tanınmış adamıqsa, nə bilim... Tanınmışlığı qoyur, insan olmaq lazımdır. Kimliyi nasıl olmalıyıq? Yox da, indi ikimiz də sənət adamıyıq, efir adamıyıqsa yaraşmaz da. Yox, əlbəttə yaraşmaz. Mən sizə durub desəm ki, siz düzgün saz ifa etmirsiniz. Demək sizin işgüzar nüfuzunuza məqsədli formada sataşıram da, düzdür. Bu boyda məhkəmələrə qalib gəlmişsən, sadəcə satır bu. Hadi. Ben de dedim biraz görsünüz dostlar, işgüzar nüfus. Bəli, əlbəttə. Verirsən məhkəməyə, inanın ki, cərimə də olunar, digər cəzanı da alar. Niyə almır ki? 15 tutka, ver 15 tutka. Bilirsiniz niyə? Ona görə ki, sən pedaqoq deyilsən, konservatoriyada sənin təhsilin yox, bir vəsiqən yox ki, gəlib mənim səsimlə bağlı qiymətləndirəsən. Hə, da yenə Suli mənə fikir verir. Aparıcısan, aparıcının nə ixtiyarı çatır ki, sosial şəbəkədə oyun oynayasın, deyəsən ki, səsi yoxdur ki, canlı oxumur. Sən onlara deyənə ki, Suli mənə fikir ver də. Niyə demirsən? Zaten məndən oyun oynayanda diqqətli olur, amma o günkü məsələ, özə bir ekran kaydı eləyirsən, dedim, bəli, eləyirəm. Mən ehtiyatımı həmişə problemli adamlardan qabaqcadan götürürəm ki, qoy hər şey qaydasında olsun. Azər qalmaqallı aparıcılardandır da, biraz qızışdı. Özü elə replikatif ki, sən də bir söz deyərsən, canlı qalsın da, biraz maraqlı olsun. Mənim izləyicilərim bilsiniz nə deyir? Qətiyyən, və girən kimi deyir, oynama Dəniz xanım, oynama, ondan oynama. Mən amma yenə deyirdim, yox, oynayaq, indi o məşhur, mən məşhur. Nə bilim, yəni, bəzi şeylər var ki, adam bu sosial şəbəkədə qırılır. Milli Show səhifəmizə abunə olmağı unutma.